Salam əziz izləyicilərim, mən bugün istərdim sizə, düzdür 4 dənədir plazma, amma əsas fərqliliklər olduğuna görə daha çox bunları, məsələn burada görürsünüz zeytun yağına bənzər rəngdədir, yaşıl rəngdədir, burada toksikliyi bildirdirir. Burada xolesterin var, amma yanaşı olaraq trigliserid daha çox olduğuna görə daha biraz açıq rəngdədir. Burada isə daha çox xolesterin var. Trigliserid azdır, xolesterin daha çoxdur. Yəni baxın, qanın təmizlənməsi niyə lazımdır sualına cavabı bununla demək istəyirəm. Bu kiçik qan yumadır. Belə deyək, sentrifuqa qan təmizləmə deyilir buna. Hissə alınır. Ona görə 5 seans məsləhət görülür ən az. Ancaq digər membranda isə bir dəfəyə biz bu qədər plazmanı əldə etmiş oluruq. Yəni ona görə də o bir dəfəyə 600, 700, 800 milliyə yaxın plazma əldə etmiş oluruq membranda. Sentrifugada isə ona görə 5 gün tövsiyə olunur ki, baxın hər dəfəyə 200-250-yə yaxın plazma əldə edirik. Hissə aldıqda bu artıq 5 seans edir və bu cür plazmalar sizcə gözünüz, beyniniz, ürəyiniz və bütün orqanlarınız bu cür toksik bir qanla qidalanır. Yəni sualın cavabını mən bununla sizə tövsiyə etmiş olaraq. Çalışın hər zaman sağlığınıza diqqət edin. Sağ olun, Allah'a emanet olun.